İşə qəbul zamanı bəzi sertifikatlar diplomlardan daha vacib hesab olunur. Əvvəllər bəzi sahələr üzrə işləmək üçün sadəcə diplom tələb olunurdu. Ancaq indi işə qəbul üçün diplom kifayət etmir. Çünki hazırda sertifikat əmək bazarının əsas tələblərindən birinə çevrilib. Bir çox tanınmış şirkətlərdə, qurumlarda işə qəbul zamanı namizədlərdən belə sənədlər tələb olunur. Bəs sertifikatlar iş fəaliyyətində nə dərəcədə əhəmiyyətlidir? Ətrafınızda elə adamlar varmı ki, sırf sertifikatların çoxluğu ilə işi daha rahat tapa bilib? Bəli, var da. Hətta belə qruplar açırlar, eləyirlər. Orada məsələn sertifikatla bağlı çox məlumatlar verirlər, alırlar hətta. İxtisasımızla əlaqəli önəmi var, amma baxır hansı sertifikatlar necə. Amma düşünürəm ki, sertifikatdan çox elə öz biliyimiz daha vacibdir. Bəli, dostlarım var, hansı ki neft sektorunda çalışırlar. Onları daha çox sertifikatlardan maraqlanırlar, sertifikatlar soruşurlar. Hansı ki xaricdə Amerika kursları var, oradan sertifikat alıblar deyə işə düzəliblər yəni. İnsan resursları üzrə mütəxəssis Rəşid Ağayev deyir ki, sertifikatların işə qəbul zamanı rolu 50-60%dir. Beynəlxalq sertifikatlar isə ali təhsildən fərqli olaraq şəxsləri daha çox real biznes şəraitinə, iş dünyasına hazırlayır. Bu səbəbdən belə sertifikatların önəmi getdikcə artır. Məsələn, 5 nəfər müraciət edibsə, onun ikisi eyni dərəcədə bir namizəddirsə, yəni peşəkarlığı cəhətdən, bilik bu bacarıqlığı cəhətdən eyni dərəcədədirsə, biz o zaman seçirik. 2 namizəd də xoşumuza gəlsə, biz daha çox sertifikatı olan namizədi seçirik ki, bu bizim şirkətə daha çox qatqı qata bilər, nəinki digər namizəd. Bir sıra bəzi ixtisaslar var ki, peşələr var ki, orada məcburidir, necə deyək, sertifikat və yaxud da ki, diplomların olması. Bura daxildir, tibb sahəsidir, maliyyə sahəsidir, daha sonra IT sahəsidir. Həm nəzəri, həm də praktiki tərəfdən yiyələnsinlər ki, öz işlərində gələcəkdə bunu göstərə bilsinlər. Mütəxəssisin sözlərinə görə bəzi sertifikatlar nəinki ölkəmizdə, hətta xaricdə də karyera imkanları yaradır. Bir sözlə, sertifikatlar iş axtaranların rəqabətdə üstünlük qazanmasına və bacarıqlarını göstərməsinə kömək edir. Lakin işə götürənlər namizədləri qiymətləndirərkən təcrübə, təhsil və şəxsi bacarıqları da nəzərə alırlar. Firuzə Məlikzadə, Aydın Bayramov, Kənan Qafar, Xəbər Ertəsi.